Bu epizodda GPC Yolu podkastının 5-ci epizodudur. Linux'a görə danışacağam və çox da öz təcrübəmə görə danışacağam ki, əslən Linux nə mənədir və mən nə yolda başladım və Linux Mint nə mənədir və Arch Linux nə mənədir. Bu fərqli distro. Bunlara görə bir tozih verəcəm, səhləyəcəm və sadə dildə olsun, yəni özüm baş tapdığım kimi bir tozih verəm və elə bu model. Fəqət bu deyim ki, bu epizodda biraz formatı dəyişdim, yəni sehvi olmadı ki, mən fəqət danışam və səsim olsun. Səy elədim bir presentation da amadə eləyəm ki, onun üstündən baxam və danışam. Fəqət bu nöqtədə deməliyəm ki, bu presentationu mən LaTeX ilə düzəltmişəm və feilən başarmıram, yəni LaTeX-də necə ərəb əlifbanı yazam və bir-iki də çalışdım ərəb əlifbanı yazdım ki, sadətər olsun. Bəli, sonra compile eləyəndə xəta verdi, error verdi və eləyə bilmədim. Bəli, dedim feilən bu epizodu İngilisi game qabağa üçün elə Linux'dan danışmaqda biraz niyə yazdı ki, İngilis olsun üçün mən bilmirəm necə yazacağam, əgər istəsəm ərəb əlifbanı yazaydım. Bəli, yenə sonralar səy edirəm o ərəb yazmağı da orada öyrəşəm, məncə ərəb əlifbanı yazmağı da orada öyrəşəm və başlayam əgər ərəb əlifba bu qeyd edirəm ki, əgər ərəb əlifbanında LaTeX-də bu cür qəşəng olsa, gözəl olsa bu mənada ərəb əlifbanı idamə verəm. Əgər gözəl olmasa gördüm işlədə bildim, hələ gözəllər elə dönəcəm İngilisiyə. Çünki İngilisdə çox gözəl tərcümə mənim nəzərimdə. Bəli, idamə verirəm. Əvvəldə biraz bundan tozih verim ki, nə mən necə danışacağam. Kullən bu epizodu 4 bəxş eləmişəm. Bir dənə practice 0 idi. Ki, onda tarixə görə danışacağam ki, əslən məsələn Linux nə mənədir? İstallman kimdir, Torvald kimdir, GNU nə mənədir? Bu model mövzuata görə əvvəl bəxşdə demək olar basic-lərə görə danışacağam və 2000-ci bəxşdə Linux Mint-ə görə danışacağam. Linux'un bir versiyonu demək olar feilən və 3-cü bəxşdə və axır bəxşdə Arch-a görə danışacağam. O da Linux'un bir ayrı versiyonu ola bilər. Feilən bu cürsünə. Çünki tozih vermədiyim yəni tozih vermədiyim mövzuatda elə səy eləyirəm o sadə kəlmələr işlədə. Əvvəl tarix hissəsində buna bəhs edeyim ki, Linux'un və sən bu fikrin dalsında kimlər var idi? Əvvəl Richard Stallman idi. Bu MIT-də ustaddı, ehtimalən ustad idi, ya düz olaraq daha deyəm. Bu Richard Stallman GNU projesini başlatdı. GNU projesi onda hər istəsəm tozih verəm bu cür ki, olan zamanda bir cür operating sistem var idi, OS var idi, Unix adında. Bəli, bu Unix deyərlər copyright bir software idi, operating sistem idi və heç kəsə o source kodunu verə bildilər ki, məsələn, baxsın tərəf işğalın rəf eləsin, ya özü xoşu gəlməsə bəzi təğyirat icazə eləsin. Bu Unix'in dalsında olanlar bu icazəni vermirdilər, yəni copyright-a görə. Bəli, bu Stallman elə bunlar xoşu gəlmirdi və səy elədi bu GNU projektin düzəltmə qabağa aparsın. GNU bir müxəffəf kimidir. Yəni bir cür, nə deyirlər, şuxluq kimi bir şeydir. GNU is not Unix mənasındadır. Ki GNU Unix-dir, yəni Unix kimi copyright-dir. Səy eləyim, məsələn, bu məfhumu intiqal versin ki, bu open source-dir. Stallman gil çox open source demirlər, free software deyirlər. Yəni bu free software-dir, hamı eləyə bilər, source kodunu görsün, təğyirat versin, satsın, məsələn, ayrı adam gəlsin, source kodu götürsün, öz projesində işləsin, bu cürsünə başladılar. Və Richard Stallman'ın ayrı bir işlərindən biri də o GNU projenin yanında bəzi lisenslər də yazdı ki, o bir şəxslər elə bilirlər istifadə eləsinlər öz softwareləri, məsələn, lisens eləmək üçün. Mərufi GNU GPL lisensi idi. GPL bu da General Public License mənasındadır və hala bunu istəmirəm çox lisensi tozih verəm. Fəqət bu deyim ki, məsələn, bu Linux sözü mən danışıram, lisensi GPL-dir. Yəni o ləhazdan əgər copyright və lisens ləhazından baxsaq xəfən bir şeydir. Hətta bu cür tozih verim ki, bizim məsələn bildiyimiz copyright bir şey vardı. Yəni məsələn deyirlər bu iş copyright olubdu, copyright-ı vardı və lisensi məsələn filandır. Onun da özünə çox xas mənaları vardı. Və Richard Stallman onu bəyənmirdi və gəldi onun müqabilində bir copyleft məfhumunu çıxartdı. Və orada hər kəsin, yəni əlini çox açıq qoydu. Əgər bir iş məsələn lisensi GPL-dir, GPL lisensini işlədir. Siz elə bilərsiniz onun software-i məsələn işlədəsiz, dəyişəsiz, satasız, hətta necə deyirlər,
İstədiyi kimi işlədəsiz xülasə. Ayrı adam gəlsin o source kod götürsün, öz projesində işləsin. Bu cür vardı və hətta çox qabağa gedir. Yəni düzü demək olar o azadlığı icbar eləyir. Yəni əgər siz bir source koddan istifadə eləyirsinizsə, lisensi GPL-dir, siz də gərək o projənizin lisensini GPL eləyəsiniz. Yəni bu lisens virus kimi bir şeydir. Əgər bir dənə software GPL lisensi olsa, o bir softwarelər ki, ondan istifadə edirlər, o məsələn source koddan istifadə edirlər. Onlar da gərək GPL olsunlar. Fəlsəfəsi də bu idi ki, camiənin bu cür free software-ə niyazı vardı. Yəni free bu mənada yox ki, müftə olsun, pulsuz olsun. Free bu mənada ki, camiədə şəxslər eləyə bilsinlər o software-i ki, işlədirlər, onun kodunu görsünlər, bilsinlər o dalda nə ixtifalar düşür, nə iş görür. Hər şəxsin haqqı vardır ki, bu software-in kodunu görsün. İstəsə dəyişsin, istəməsə əslən görsün və itminən hasil etsin ki, məsələn o software dediyi işi görür, ayrı bir iş görür bu məsələ. Bəli, hala o iş İslamət çox da GNU Project-i həll elədi, yəni başladı. GNU Project-də gəldi bəzi software-lər yazdılar. Vəli GNU Project-in adamlarında heç kəs bir kernel yazmadı. İndi qabaqda deyəcəm kernel nədir. Vəli feilən bunu bilin ki, GNU Project çox da elə bir software idi və feilən bir kernel yox idi. Ta ki 1991-də Finlandiyada Linus Torvalds adında bir şəxs gəlir bir kernel yazır və onu da burada yazmış belə GPL lisensinin altında demək olar nə deyirlər, release eləyir və bunların ikisi ittifaqən bir-birini çox qəşəng kamillədilər. Yəni GNU Project-in bəzi software-lər vardı, bəli kerneli yoxdur. Linus Torvalds'ın yazdığı kernelində, yəni kerneli çox xəpəndir, bəli software yoxdur. Bəs bunlar gəlirlər bir-birinin yanına, bir-birini kamil edirlər və bir dənə qəşəng OS-lərdən birini icad edirlər ki, Linux-dur ya, bəziləri deyirlər GNU Linux. Burada da bunu bir şey ünvanında demək olar səhiyləmişəm, tozih verəm. GNU software o software-lərə demək olar yazıbdır GNU Project. Linux-da kerneldir. İndi qabaqda kerneli əslən deyəcəm yanına mənə. Biraz tozih vermək üçün yazdı. Və ikisi var həm nəticəsi olubdur GNU Linux. Bəziləri deyirlər GNU Linux, bəziləri mənim üçün məsələn fəqət deyirlər Linux. Əlbəttə çox adam mənim üçün fəqət deyir Linux. Çünki Linux demək GNU Linux deməkdən rahatdır. Və hala mütəəssifانه xoşbəxtانه bu ad çox da məruf olubdur. Yəni Linux. Çox az adam məsələn görsən çox radikal adamlar GNU Linux deyirlər. Bəli, burada da bir xülasəsini eləmişəm. Əgər məsələn xoşunuza gəlsə screen salıb bir dərc edə bilər şayət. Və burada mühüm olan da bu idi. Aşağıda yazmışam ki, bu dünyada əvvəlincisi idi ki, bir OS-in source kodu hamının tərəfindən eləyə bilirdi, görülsün, dəyişilsin və paylaşılsın. Ona görə çox xəbər idi. Ona qədər məsələn dünyada o cür OS yox idi. Çünki OS-lər o şirkətlər tərəfindən demək olar tövsiyə tapmışdı və şirkət də gəlsə source kodu da demək olar publish eləsə, ondan sonra bir şey qalmaz ki, ondan sata birinə. Bəs bu ondan zamanı ilə biraz fərqli idi və fəlsəfəsi də dedim, çox da elə bu idi ki, hamının bu ixtiyarı olsun, hamının bu dəstgahçısı olsun, elə bilsin source kodu görsünlər, istəsələr təğyir versinlər ya o cür istədikləri işi görsünlər. Burada Linux-a görə bir tövsiyə verim. Linux kulli mənada əslən bizim Linux dediyimizlə GNU Linux-dir, onu istəmirəm. Cüzi mənada bəli kerneldir. İndi kernel nədir? Kernel bu cür baxa bilərsiniz. Əgər sadə istəsəm deyəm ki, özüm də elə bu cür başa düşmüşəm. Bizim bir kompüterdə bir hardware vardı, bir software vardı. Hardware o elə hardware də olur da, software də software. Bunların ikisinin arasında gərək bir dənə layə olsun ki, məsələn, software-in request-lərin gəlsin hardware-ə intiqal versin. Yəni bunların arasında bir pol kimi olsun. O pol kerneldir. Yəni GNU Project biraz software yazmışdı. Vəli GNU Project-in feilən kerneli yox idi gələ bilsin. Məsələn, bir kompüterin hardware-inə məsələn irtibaq qura bilsin. Bərabərin bu Linux-un kerneli gəldi. Bu boşluğa dolduydu və bir kamil OS oldu. Vəli hocam burada da mən yazmışam. Hə də məsələn o xas mənada Linux həmin kerneldir. Hardware-i müdiriyyət eləyir və kulli mənada biz Linux dediyimiz şey həmin GNU Linux-dir. Yəni kernel biraz da o software-lər və ayrı pakejlər ki, ola bilər bir Linux məsələn distribusiyanın içində. Bunu əlbəttə burada mütəəssifانه yazmamışam. Vəli bu Linux mintə keçməyimdən qabaq bir tozih verməm yaxşıdır. Linux
Sadə mənada elə budur ki, o kernel olsun və bəzi software'lər olsun. Vəli bütün bu azaddır, bütün hamının dəstgahı vardır, bütün hamı eləyə bilər bu source kodu görsün və istədiyi kimi dəyişsin. Bu illərin sonrasında nəticəsində hər şəxs gəlib özünə, hər şəxs, hər demək olar community gəlib özünə məsələn bir model Linux çıxardıbdır. Yəni bu cür misal vura bilərəm ki, siz gəlsiz bu Linux'un kernelin source kodunu görürsüz. Ona təğyir istəsəz verirsiniz, təğyir istəməsəz istədiyiniz software'lər onun yanına qoyursunuz və bir özünüzün xoşuna gələn bir model Linux çıxardırsınız. Üçün eləyə bilərsiniz də. Bu Linux'un demək olar lisenseləri sizə bu icazə verir. Və mən də ki, mənim səliqəm sizdən fərqlidir. Əslən işim sizdən fərqlidir. Gələn bir Linux'un kernelini götürürəm, təğyirat verirəm və yanına 3-4 ayrı software qoyuram ki, mənim xoşum gəlir və ayrı bir paket verirəm eşiyə. Bunlar olur sadə dildə distribution və bizim Linux'da mən bilmirəm dəqiqə neçə distribution vardı, bəli, çoxdur. Çox distribution vardı. Və onlar da ümumən əgər hala bu Linux kitablarını oxusanız 3 bəxşə bölürlər. Biri Debian based distribution'dır. Yəni Debian bir distribution'dır. Sonra məsələn Debian'dan gəliblər ilham alıblar, Debian'ın kodlarından istifadə ediblər. Məsələn ayrı təğyirat veriblər və öz distribution'dan veriblər eşiyə. Məsələn Ubuntu'dur, bəli bu Mint özüdür. Ayrı demək olar distribution'lardır ki, Debian'dan əsas alıblar. Yəni Debian'ın kodundan əsas alıblar, Debian package-lərini işlədirlər. Ondan sonra bir də Red Hat based distribution'dır. Red Hat'da məsələn bir ayrı distribution'dır. Özü kerneli götürübdür. Yanına 3 dənə məsələn software qoyubdur. 2 dənə deyəndə mən çox sadə danışıram, amma yanına o niyaz olan software'lər qoyubdur və ondan sonra məsələn öz demək distribution verib eşiyə ki, ayrı adamlar elə bilirlər məsələn download eləsinlər və qoşsunlar, istifadə eləsinlər. Ayrı distrolarda elə bilirlər məsələn gəlsinlər Red Hat'ın içindən base alsınlar. Yəni Red Hat'ın kodunu ya package manager'ı ya hər nə mənəsin. İşte belə məsələn Fedora Red Hat based-dir. Bəli, CentOS-dir ki, Red Hat based-dir. Bunlar çox da elə o təqsim bəndidir ki, əsaslayam yəni biraz faydası vardır. Ondan sonra axırda SUSE based distribution'dır. Yəni bir dənə SUSE vardı, o da ayrı bir distrodur. Ondan sonra gələn məsələn bəzi şəxslər də gəliblər, onu alıblar, kodunu alıblar, məsələn SUSE-un kodu. Gəliblər özlərinə görə məsələn distro dəyişiblər, kodlarını dəyişiblər və özlərinə distro çıxardıblar. Onunla mən çox tanış deyiləm. Mən bildiyim məsələn bir dənə OpenSUSE-dur ki, işlətməmişəm heç demək olar yanından da keçməmişəm. Bunlar çox da o təqsimbəndidir. Bəzi distrolarda əslən bu dəstəbəndən eşikdirlər. Yəni fərz eləyin məsələn mən distroya özümə distro düzəldəndə geniş bunlardan baxmıram. Bunlardan ilham almıram. Məsələn Debian'dan baxıb ilham almıram. Gəlirəm elə özüm kerneli götürürəm, özüm söylədiyim kimi bir şey düzəldirəm və bunlara məsələn distribution verirəm eşiyə. Bu cür ola bilər. Məsələn bundan sonra danışdığım Linux Mint'dən sonra danışdığım Arch ki vardı. Bu eyni bu cürdür. Yəni bu ayrı bir distrodan ilham almayıbdır. Olan kodunu işlətməyibdir. Olan əsasında da, olan base'ində də. Özü məsələn ayrıdan kerneli götürübdür və özü bir təğyirat icad veribdir və sonra bəzi software qoşubdur bəğəlinə və Arch Linux, bu gün Arch Linux tanıdığımız Linux çıxıbdır. Vəli Linux Mint niyə mühümdür? Çünki Linux Mint demək olar Linux'ların distribution'ların arasında ya sadə və ya rahat distribution Linux Mint ola bilər. Mən özüm başdan Linux Mint'dən başladım. Və bu da mühüm olan da yazmışam. Kamil bir package-dir. Yəni fərz eləyin siz necə Windows qoşanda Windows'u qoşursunuz, sonra da ayrı bir şeyin niyazı yoxdur. Siz istədiyiniz kimi işlədirsiniz. Linux'ların arasında Linux Mint də bu cürdür. Ya ayrı Linux'larda bəziləri bu cürdür ki, siz fəqət o Linux'u məsələn download edirsiniz, qoşursunuz, ondan sonra ayrı bir şeyin niyazı yoxdur. Siz eləyə bilərsiniz rahat hər gün ondan istifadə eləyəsiniz. Linux Mint bunların qəşəyidir. Ki bir şey qoşandan sonra siz elə bilərsiniz onu istifadə eləyəsiniz. Niyazları çox məsələn Linux'dan başlaparsınız, çox command line-dan başlaparsınız, çox ayrı bir şeydən başlaparsınız. Elə qoşa bilsəz ondan sonrası çox rahatdır. Özü məsələn bir daha desktop environment vardı ki, Cinnamon-dır. Bu yəni desktop environment də bilmirəm Windows'da məsələn gördüyümüz modeldir da. Buna əlbəttə ilk əks filan da qoya bilərdim ki, müşəxəs olsun. Bəli fe'lən ki, nə deyirəm bu latex-i çox başaramıram. Öyrəşəndən sonra ehtimalən əks də qoya bilərəm.
Bəli, özün hər şey vardı. Office suite vardı, browser vardı, media playerlər vardı. Ya elə bilərsiniz download eləyərsiniz. Əslən müşkülü yoxdur. Fəqət bu deyirəm, bu mühümdür ki, Linux Mint çox sadədir. Əgər istəsəz Linux-u başlayasınız, həttəmən Linux Mint-dən eləyə bilərsiniz başlayasınız. Sadəliyinə görə, rahatlığına görə. Bəli, aha, bu driver menecərlər də rahatdır. Görürsən bəzi bu Linuxluların ki, fəlsəfəsi azadlıq üstündədir. Əslən o şirkəti ticari driverlər qoymurlar. Support eləmirlər, siz elə bilməzsiniz, işlədəsiniz. Bəli, Linux Mint kimi ki, hədəfi budur ki, hamı işlədə bilsin Linux Mint-i. Gəl o driverlərdə məsələn, menecərlər məsələn support eləyir demək olar. Ondan sonra bir App Store vardı ki, rahat eləyə bilərsiniz, gedəsiz App Store-a və istədiyiniz o softveri axtarıb qoşasınız. Yəni bir xas niyaz yoxdur. Çünki məmuli Linuxlərdə biraz o məsələn Arch kimi Linuxlər siz ümumən command line, yəni bir dəstur yazırsınız, bir command yazırsınız və o command-ı download edirsiniz. Bəli, bu Linux Mint-ə də o cür eləyə bilərsiniz. Bəli, qəşəng budur ki, bir özünə bir App Store vardır və eləyə bilərsiniz. Gedəsiz ona məmuli bir Windows kimi istədiyiniz softveri qoşasınız. Sonra o deyirəm də, o külliyyətdə Windows-a da oxşayır və Windows-dan gələn şəxslərə məxsusən çox mən və çox adam yəni tövsiyə eləyir. Mən də Linux-a keçdiyim zaman da mənim tövsiyə eləyən bu Linux Mint idi çoxdan və çox gözəl bir distro idi. Mən özüm məsələn 2 il hududunda Linux Mint işlətmişəm və bu deyə bilərəm ki, o 2 ildə əslən bir müşkülə ya bir xas işgal görməmişəm Linux Mint-də. Görürsən ildə bir seri bəzi müşkülə dərdim ki, niyaz edib biraz vaxt qoyam və həll eləyəm. Və də çox əslən demək olar dəyərlidir. Niyə? Çünki siz Linux-a keçdiyi zaman çox şey ələ gətirirsiniz və bir dənə o bəzən ildə bir seri müşkül onun müqabilində heç zətdir. Mint-in fəlsəfəsi və hədəfi əslən budur ki, işləsin. Yəni məmuli bir adam eləyə bilsin, Linux Mint-i qoşsun və müşkülsüz və işğalsız eləyə bilsin, onu işləsin. Çox niyazlar məsələn Linux-dan başı çıxsın ya ayrı bir xas iş olsun. Ondan sonra Arch Linux-dır ki, mən işlətmişəm və ondan biraz danışacağam. Bu da ayrı bir distrodur. Yəni Linux-un kernelini alıblar, bəzi softverlər qoşublar ona və Arch Linux onda çıxdı. Bu biraz Mint-ə görə çox çətindir və o bir əslən distrolara görə də biraz çətindir deyirlər. Niyə? Çünki bunda siz hər şeyi özünüz qoşursunuz. Yəni məmulən siz Windows ya Linux Mint-i qoşduğunuz zaman məsələn bir səhvə gəlir və siz intixab edirsiniz. Məsələn mənim dilim buradır, burdayam. Məsələn Linux bura qoşulsun filan. Çox sadədir. Məsələn görəndə başa düşürsünüz. Bəli, burada kamilən bir terminal açılır və siz gərək mətnlə yaza, oxuya bir OS qoşasınız. Ona görə biraz çətindir, bəli, əvəzində bəzi yaxşılıqlar vardır. Mən bunu tövsiyə edirəm. Əgər istəsəniz Linux-a keçəsiniz, biraz Linux Mint-ə başlayın. Sonra əgər gördünüz ki, məsələn Linux-u başa düşürsünüz və fəlsəfəsini anlayıbsınız biraz demək olar. Ondan sonra məsələn baxın ayrı istiyor. Arch-a baxa bilərsiniz. Ya sən Mint-ə də qala bilərsiniz. Mən bilmirəm niyə. Niyə indi məsələn çox adam əlbəttə bu Linux cəmiyyətində Mint-i işlədir və sonra deyir ki, məsələn Mint sadə bir şeydir. Xoş, sadədir, nə olsun sadədir? Sən elə biləsən Mint-i ömrünün axırında Mint işləsən və bir müşkül olmasın. Bəli, bəziləri məsələn mənim kimi xoşlarına gəlir ki, ayrı distrolar imtahan eləsin. Mən burada deyim ki, əvvəl mən Linux Mint-i qoşdum. 2 ildən sonra niyaz etkən dəyişəm. Özümə bu cür bir şey var ki, xoşum gəldi ayrı bir distro qoşam və onu da öyrəşə biləm. Yəni fəqət Linux Mint-ə qalmayam. Onunla yadıma gələn Debian-ı qoşdum. Çünki bu Linux Mint-də Debian əsasında idi. Mən fikirlədim ki, Debian rahat olar. Debian-ı qoşdum. Bəli, bir ay Debian-ı təhəmmül edə bildim. Bir aydan çox olmadı. Niyə ki, Debian mən təcrübə elədiyim məsələn serverlərə çox münasib idi. Çox desktop-a münasib bir şey deyildi. Əlbəttə desktopda da işlədə bilərsiniz. Bəli, əslən bir cür idi. Çox stable idi, çox stable pis mənada stable yox, yaxşı mənada stable idi. Bəli, serverlərə məsələn mən məmuli bir insan və xoşum gəlir ki, məsələn bir softverin yap axır versionin qoşa biləm. Dərhal ki Debian-da çox çəkirdi məsələn bu gəlsinlər, bu pakejlər update eləsinlər və icazə versinlər biz onu demək olar qoşa bilək. Bəli, Arch-da bu cürdür. Arch-ın əslən modeli fərqlidir. Rolling release model deyirlər bunlara. Və yəni bu ki, bir software çıxdığı zaman dərcə siz eləyə bilərsiniz, onu qoşasınız və istifadə eləyəsiniz. Və buradakı çox böyük bir upgrade-ə niyaz yoxdur.
Yəni siz elə yavaş-yavaş update eləyə-eləyə elə biz arçı məsələn update tutasınız. Bunu bu tozlərdə nə mənə yazmışam? Deyirəm də fəlsəfəsi fərqlidir əsən, demək olar zehniyyət fərqlidir. Biraz niyazdır ki, Linux-lə işlədəsiz ta mən dediklərimi başa düşəsiz. Mən özüm əgər məsələn burada yazdıqlarımı Linuxu başlamadan qabaq qoysaydım heç də başlatmayacaqdım. Mənim üçün biraz işlətmişəm, adam başa düşür. Ona görə əgər işlətməyibsiniz təbiidir, bir şey başa düşülməsin. Bu Arch Linux'un xasiyyətləri budur ki, minimaldır. Yəni o biri distrolarda deyirəm də, məsələn özünə bir browser var idi, özünə bir media player vardı, özünə bir hər package, hər software var idi. Bəli, Arch-da sizə bir daha kernel qoşur, bir də çoxlu cüz'lər və sair. Və ondan sonra siz azadsınız. Arch elə bil deyir, mən Linux qoşdum, indi get özün nə edirsən elə, bu cürsünədir. Bunun bir yaxşılığı var idi, bir pisliyi var. Yaxşılığı məsələn, mənim kimi adamlardadır ki, mənim xoşum gəlmir məsələn izafə bir şey olsun o sistemimdə və özüm istəyən lərbəsal olsun. Ona görə yaxşılığı budur ki, o izafə bir şey gətirmir əvvəldən və niyə yazarsan gedəsən onu siləsən. Elə əvvəldə istədiyini qoşsan məsələn o başlayırsan işlətməyə. Bəli, pisliyi də bir məmulu işlədəndə bu ola bilər ki, sizcə çox bir şey qoşarsınız. Əgər minimal bir sistemi niyazınız yoxdur. Çox bir package qoşarsınız ki, biraz əgər bir şəxs başlamasa çətin ola bilər. Mən ona belə istəyirəm deyəm, package manager də fərqlidir, documentation-ı çox qəşəngdir. Arch Linux'un əslən çox məruf bir wikisi vardı. Bu mən o zamanlarda ki Mint işlərdim. Görürsən bəzi müşkülər ya əslən istədiyim bir iş görürəm Linux'da başarmırdım. Axtaranda görürsən Arch'ın wikisi qabağıma çıxırdı və mən Linux Mint işlədə məsələn Arch wikisini oxuyurdum. Niyə? Çünki orada rahat idi, çoxlar məsələn misal filan vurmuşdu və adam başa düşürdü. Və çox kamildir. Görürsən bir software vardı. Heç şeydə məsələn əsəri yoxdur və siz Arch wikidə eləyə bilərsiniz. Ona görə tapasınız, fərqli configuration'larını görəsiniz və istifadə eləyəsiniz. Ona görə çox qəşəngdir. Package manager də fərqlidir. Pacman işlədir. Mən Linux Mintə yadımdan çıxdı deyəm. Linux Mint'in package manageri Debian'ın package manageridir, apt-dır. Və bu mənim hətta yadıma gəldi. Əvvəl gündən ki mən Arch-ı qoşmuşdum. Görürsən gəldim məsələn bir software qoşam, yazırdım sudo apt install filan. Vuranda da heç ittifaq düşmürdü. Mən gördüm niyə bir ittifaq düşmür. Sonra gördüm ki bu nəsən package manageri fərqlidir. Sudo pacman -s kimi bir ayrı bir command olsun. Ona görə biraz fərqli ola bilər. Biraz əvvəldə öyrəşməyə o deyirlər çətin də istəmirəm deyəm, fəqət birazca bunu qəbul eləyəsiniz. Xub mən Windows'dan Linux'a keçirəm. Pəs niyazdır ki, bəzi çətinliklər özümə adət verirəm. Çətinlik də deyəndə yəni bir təzə bir mühitə girəm də ki, bəzi şeyləri ki bilmirəm, öyrəşəm. Bəzi məsələn fəlsəfələri ki bilmirəm, başa düşəm nə cür işləyirlər. Və bunun da yaxşılığı da bir də ki, default bir software yoxdur. Hər nə mənə sən istəyirsən elə bilərsən qoşasan. Və çoxdan belə Arch Linux'un fəlsəfəsi budur ki, sənə bu ixtiyarı, bu qüdrəti versin ki, özün istədiyin kimi o sistemi işlədəsən. Sənə bir şey diktə eləmir. Yaxşılığı budur. Linux Mint müqabilində Linux Mint'in bəzi defaultları vardır da, məsələn, onun da bir yaxşılığı var, bunun da bir yaxşılığı var. Yenə deyirəm, əgər biri istəsə təzə başlasın, Linux Mint'dən başlamaq yaxşıdır. Sonra məsələn istəsə biraz gəlsin, o belə distro vardır, girsin oradan məsələn istifadə eləyə bilər. Yəni Linux'un əslən qəşəngliyi budur. Windows'da sən bir dənə Windows'a demək olar məhbussan. Windows 10, 11. Yəni ayrı bir şey yoxdur. Və Linux'da sən Linux Mint işlət. Xoşun gəlmədi get ayrı bir Linux. Məsələn Ubuntu işlət. Xoşun gəlmədi Debian işlət. Xoşun gəlmədi gəl bu yanda məsələn nə bilim CentOS işlət. Xoşun gəlmədi Fedora işlət. Xoşun gəlmədi ki Arch işlət. Yəni bu cür çox imkanatı vardı. İmkanat da deyəndə çox fürsətlər vardı, çox distrolar vardı. Bir versionda, fərqli versiondir və hər versionda bir şəxsə məsələn elə bilər xoş gəlsin. Məsələn mənə Arch Linux xoş gəlir, bir ayrısına məsələn Linux Mint xoş gələ bilər. Əslən bir ayrılığına hala bir daha da distro vardı, Scientific Linux'dur. Yəni onlara da şayad o Scientific Linux xoş gələ. Ya birinə nə bilim Fedora xoş gələ, birinə ayrı bir xoş gələ. Yenə deyirəm, yaxşılığı budur. Əslən bunun yaxşılığı bu fərqli olmağındadır. Linux'un o deyirlər əslidə KISS prinsipıdır. Yəni keep it simple is stupid. Yəni sadə olsun, hamı başlasın, onlarda biraz iştibah olur. Yəni düz başlandılar, sadə olsun da, minimal olsun. O cürsünə. Bu da Linux'un qoşmağına bəzi
şeylər deyəcəm. Bəli, bu Linux'un qoşma, yəni Arch Linux'un qoşmağına görə ehsas eləyirəm. İndi bu epizodda danışmasam qəşəngdir. Çünki bu epizodun mənim hədəfim var idi ki, sadə olsun. Yəni o şəxslər ki, Linux'dan heç zad bilmir, onlar şayad faydalı görsünlər. Ona görə indi dönsəm bundan danışsam, bu iş görsəm bəziləri mən özüm iş başlatmıram. Ona görə heç çox yaxşı olmayacaq. Hələ bu da eləyə bilərsiniz. Məsələn, burada görəsiniz də kommentlər məsələn deyirəm də Arch qoşanda siz bir şey görmürsünüz. Sizə fəqət bir də terminal verir, gərək bir şey, gərək bir səfhə. Bəli, siz orada gəlib bu kommentlər yazarsınız və bu kommentlər yaza gedəsiniz qabağa ki, axırda elə biləsiniz Arch qoşasınız. Biraz əvvəldə, biraz da yox, çox əgər Linux əsən işlətməyibsiniz, çox çətin ola bilər. Ona görə deyirəm, Linux Mintdən başlayın. Ya əxirən bir skript görmüşdüm, Arch install. Onunla eləyə bilərsiniz qoşasınız. O rahatdır, çox rahat eləyir. Məsələn, bir skriptdir, siz onu başlatsınız və o mərhələ sizi rahatlamaya edir ki, necə eləyə bilərsiniz Arch qoşasınız. Burada bir Mint ilə Arch-i bir demək olar adlamı nədir? Müqayisələşmə eləmişəm. Mintin fəlsəfəsi bu çıxın fəqət işləsin. Sən Minti qoşarsan, qoşandan sonra niyə zərbi iş görürsən? O işləyəcək. Bəli, Arch-ın fəlsəfəsi budur ki, sən əsən əvvəl mərhələdən ta işlətdiyin zamanlarda bir şeylər öyrəşsən də deməyək. Məsələn, özün kontrolda olasan. Özün kontrolda olduğun zaman bir yaxşılığı budur çıxıb özün istədiyi işi görsən. Bir pisliyi də budur ki, hər şeyə özün demək olar kontrol eləyəsən, bilməm siləsən, qoşasan, bu cür bir şeylər. Qoşulması da Linux Mint graphical bir interfeysi vardı. Yəni siz görürsünüz, sizə bir 2-3 dənə səhifə göstərdi, intixa bilirsiniz. Bəli, Arch Linux'un dediyim kimi terminaldır. Bəli, öyrəşmək demək olar o QV-də bu cürdür ki, Linux Mint biraz rahatlardır. Yəni elə rahat. Windows-dan çox fərqi yoxdur bu mənada rahatlardır. Çünki çoxumuz Windows-a adət eləmişik. Yəni Windows işlədənlərin çoxu bilir Windows necə işləyir. Ona görə bu Mint Windows-a bənzərdir. Bəli, Arch Linux'unki biraz fərqlidir. Əslən o əvvəldə qoşuluşundan ta axır işlətməyə görə fərqlidir. Bəli, Linux Mint'in default setup'ı da bu cürdür ki, kullanan bir dənə desktop versin sizə. Bu da Arch-la bir daha da fərqi budur ki, Linux Mint'də siz qoşanda siz bir desktopla gəlir. Yəni bir desktop'u toz yoxmaq bir çətindir. Bir desktop environment, yəni o şeyi ki, siz bir kompüterin görürsünüz. Yəni intixa bilirsiniz. Bilmirəm Windows o bərnamələrdir falan görürsünüz. Bəli, Arch-da desktop qoşulanda əvvəl yoxdur. Siz onu da özünüz qoşasınız. Yəni yaxşılığı ya pisliyi də budur. Siz eləyə bilərsiniz, desktop'ı intixa eləyəsiniz və gəlin elə o terminaldır. Gərək səfhədir və siz orada işinizi görəsiniz, əgər desktop qurmasanız. Bəli, software management Linux'unki həm GUI-dır. Yəni eləyə bilərsiniz bilməm bir software-lə görəsiniz, bir terminaldır. Arch Linux'unki terminal only'dir. Bu təqribən düz ola bilər. Yəni Arch Linux'unki əgər desktop environment qoşmasanız, əgər istəsəz software-lə məsələn müdiriyyət eləyəsiniz, fəqət terminaldır. Bəli, əgər bir desktop environment qoşsanız, məsələn, bilməm GNOME qoşsanız, onda eləyə bilərsiniz bunun da bir GUI olsun. Ya bu GUI-da şeydə GUI deyirlər bəzi yerdə. Bəli, bilmirəm GUI, GUI hangisi rahat başa düşürsünüz odur. Mən GUI deyirəm, GUI. Yəni o da General User Interface. Yəni o hala documentation-ı Linux Mint'inki yaxşıdır, yəni pis deməyim. Bəli, Arch-unki fövqəladadır. Linux Mint'inki çox məsələn documentation yazan yoxdur. Bilməm çox o cür insanlar işlətmirlər ki, gəlsinlər documentation yaza bilsinlər. Bəli, Arch Linux'un yaxşılığı budur ki, Arch işlədən şəxslər başa düşürlər nə işləyirlər. Bərabər yaxşı da dokument yaza bilirlər. Fəqət burada indi deyim ki, indi documentation-dən söz düşdü. Bizim indi AI deyə bir şeylə üzbəyüzük və o AI işi çox rahatladır. Yəni sizin də documentation niyazınız yoxdur. Bir müşkülünüz vardı, məsələn, siz AI-ya deyirsiniz, mənim bu müşkülüm vardı. Məsələn, Linux Mint deyəm, bu müşkülüm vardı, necə həll edir? O AI təbii ki, o Linux Mint məsələn documentation ehtimal çox oxuyubdur, bilir. Bənabərincə sizə tozif verir. Bəli, update-lər də Linux Mint stable-dir, yəni yavaş-yavaşdır. Bəli, Arch-ın modelidir, rolling release-dir və ona görə siz elə bilirsiniz, yap o təzə çıxan software-lər qoşasınız və istifadə edəsiniz. Customization də Linux Mint-ə qoşulandan sonradır, bəli, Arch Linux-da elə qoşa eləyə bilərsiniz.
Məsələn deyəsiniz mən bu desktop environment istəyirəm, o sizə qoşulsun. Ya bu istədiyiniz model eləyəsiniz, customize eləyəsiniz. Linux Mint'in o hədəf camiəsi də Linux'a təzə başlayanlardır. Yəni özünü çox sadə eləyib, çox Windows'a oxşadıb ki, Windows'dan gələn, təzə gələn şəxslər rahat ilərisinə istifadə eləsinlər. Vəli Arch Linux'unki çox da məsələn Linux'u biraz başa düşənlərdir. O model deyim. Bəli. Ha vaxt bir məsələn müşkülə dəyər. Linux Mint çox az müşkülə dəyər. Mən deyim də 2 il ki Linux Mint işlətdim. İldə bir səvə məsələn görsən bir müşkülə dəyərdim ki, niyaz idi çox vaxt qoyam həll eləyəm. Çünki ondan qabaq da məsələn müşküllərdir, fəqət öyrəşmək idi. Niyaz idi məsələn bunu öyrəşəm, onu öyrəşəm. Bəli, böyük müşkülə görsən ildə bir səvə dəyərdim mən. Vəli Arch Linux'unki fəlsəfəsi əslən budur, sən müşkülə dəyəndə bacarırsan ki, necə həll eləyəsən. Yəni çox müşkülə özünü məhdud eləmir. Hərdən çox müşkül düşə bilər, hərdən də müşkül düşə bilməz. Bəli, nəhayət budur ki, Arch Linux əgər istəsən işlədəsən, bu riski alırsan ki, müşkül düşəcək. Bəzən şayad hardware'dən işləməyə və özün həll eləyə biləsən. Məsələn, mən Linux Mint'i qoşduğum zaman hardware'lərimdə bəziləri işləyirdi. Yəni bəziləri yox, hamısı elə işləyirdi. Çünki hamısı support eləyirdi. Linux Mint çox gözəl idi o mənada. Bəli, Arch Linux'u qoşduğumda görürsən bir dənə ya 2 dənə hardware'im məsələn bəzi o feature'lər işləmirdi. Ayrı modeldən həll eləyə bildim, bəli. Yenə də bəzi hərdən ola bilər. Yəni əgər bacarmasanız həll eləyəsiniz, biraz çətin ola bilər. Və əsl fərqləri də budur ki, Mint o işin çoxunu özü görür ki, siz rahat olasınız. Arch işin demək olar çoxunda, yaxşı yerində, çətin yerində, rahat yerində verir sizə ki, kontrol sizdə olsun. Fərqlər çox da budur. Və bu da nədir? Bu da mən özümün necə qoşduğumdur. Burada da elə çox da bir başa düşmürəm bunu niyə yazmışam. Burada ehtimalən hədəfim bu idi ki, təvəzzüh verəm məsələn bu başlamaqda yaxşı Linux Mint'dən başlayasınız. Sonra məsələn yavaş-yavaş gedə-gedə neçə ildən sonra sən ha vaxt gördünüz amadasınız, ayrı stüdiyoya keçəsiniz. Burada xas bir şey yoxdur. Və mən indicə məsələn olmayıbdı və az olubdu, hala olmayıbdı deməyim, az olubdu. Məsələn yoldaşlarıma deyəm ki, bir işi görsünlər. Yəni təxmil modeli deyəm ki, məsələn Linux Mint, Linux qoşun ya filan iş görün. Vəli yeri düşəndə demişəm məsələn Linux qəşəngdir, Windows'dan filandan qəşəngdir. Burada da elə o cür olacaq. Mən heç vaxt məsələn birinə deyə bilmirəm ki, Linux qoşsun ya Windows qoşmasın ya hər nə iş görsün. Yəni hər özünə görə bir fərqli zehniyyəti vardır, fərqli modeli vardır, fərqli işi vardır. Ona görə bəli əgər istəsəz məsələn Linux qoşasınız, Linux Mint-i istəsəz qoşasınız, linuxmint.com-a gedəcəksiniz. Orada bir böyük bir download düyməsi kimi bir şey olacaq. Orada basıb download edəndən sonra elə bilərsiniz qoşasınız. Əgər Linux'u təzə başlayırsınız, oradan başlayın. Arch Linux'u istəsəz qoşasınız, archlinux.org-a gedəcəksiniz. Orada da yenə sizi deyəcəklər ki, necədir. Yəni orada yazırlar da, böyükdən ümumən düymə o download düyməsi olur. Onu vurandan sonra bir ISO faylı download olur və onu bir bootable USB düzəldəsiniz. Ondan sonra salasınız sistemizə və boot eləyəsiniz və orada qoşulsun. Ehtimalən başlasınız necə məsələn bir OS qoşulsun, qoşa biləsiniz. Yəni onu tövsiyə verməm çünki episod çox tutulanır. Burada da elə deyəm, müxtəsər bir rahnama yazmışam. Həmin elə əsl mərhələ ISO-nu download eləməkdir, sonra bir bootable USB düzəltməkdir, sonra Linux'un bir çox gözəl fərqi də budur ki, elə bilərsiniz siz onu yəni necə deyirlər, live test eləyəsiniz. Yəni Linux'u qoşmayasınız, bəli gedəsiniz onun içində və onu işlədəsiniz. Çox gözəl idi. Mən ondan qabaq ayrı bir şeydə bunu görməmişdim. Bu cür olsun. Bəli Linux'un halı Linux Mint-in, Linux Arch bilmirəm bu cür olacaq yox. Linux Mint-in qəşəngliyi bu idi. Sonra biraz qoşarsınız və ondan sonra məmuli modeldə bir müşkülünüz olsa məsələn foruma baxa bilərsiniz. forums.linuxmint.com. Orada elə bilərsiniz, sual soruşasınız ya qəbul ki, soruşulan suallardan bilməm cavablarınızı istifadə edəsiniz. Arch'ın ki biraz peçidədir və burada istəmirəm tövsiyə verirəm. Burada yazdıqlarım bilməm şart. Burada eləyə bilərsiniz. Əvvəl məsələn bir virtual maşində imtahan eləyəsiniz qoşmağı.
üçün deyirəm, qoşma biraz çətindir. Ondan sonra bəli, əgər gördünüz məsələn bir müşkülünüz yoxdur, hətta bir sinifsə nə işləyirsiniz. Burada deyim, əgər Linux Mintə işləyirsiniz, əvvəlizdir və istəyirsiniz qoşasınız, həttəmən o arch install skriptindən istifadə edəsiniz. Elə internetə vursaz arch install kimi bir şeylər vursaz, o skript gələr və əlbəttə o gələndən sonra da mən bilən şeydir, arch install-ı əslən o ISO-nun içində vardı. Yəni siz Linux'u bootable USB-də qoyduğu zaman və sisteminizi boot elədiyinizdən sonra rahat eləyə bilərsiniz o skripti icra eləyəsiniz. Yəni arch install vurasınız, bilmirəm və o skript başlasın, rəssə kömək eləsin ki, qoşasın. Wikisi də wiki.archlinux.org-dur. Orada elə bilərsiniz, baxasınız. Çox bir xəfən bir wikisi vardı və elə bilərsiniz oxuyasınız documentation-ı və wikisini. Və axırda əlbəttə bundan sonra ehtimalən yoxdur, axırda şansı da. Deyək bundan sonra da varımdır. Slide bəli. Axırda da elə əgər Windows işlədibsiz, bunu fəqət deyə bilirəm ki, mən öz təcrübəmdə bunu gördüm ki, Linux'a keçdiyim zaman çox şeylər dəyişdi mənə. Çox öyrəşdim. Məsələn, kompüterlərə görə çox məsələ öyrəşdim. Bəli, və bu ki, məsələn, bunlar nə cür işləyirlər, source kodlar nə cürdür. Bəli, sən skript nə mənədir, terminal nə mənədir, terminal nə cür işlənər, terminalda nə iş görürlər. Mən sözün düzü ondan qabaq məsələn Windows işlələrdim. Şayad ildə bir seviyədə terminal açmazdım. Bəli, indi məsələn gündə istəyirsən bir iş görürsən, gəl terminal açsan, gərək də yoxdur da. Məsələn, terminalın öyrəşəndən sonra rahat olursan. Terminal açsan, məsələn bir command yazsan həllidir. Bəli, Windowsda məsələn gərək edin o yana, bu yana, bu Windowsdan o Windowsa bir dərdisərli iş olurdu. Və indi də ki, mən sizinlə danışıram, indi əlbəttə bilmirəm indidir. Bəli, indi bu bəhs var ki, Windows 11 pisdir və Windows 10 qəşəkdir. Yəni çox adam Windows 10-dadır. Mən Windows çoxdan işlətmirəm. Çox məsələn bu axır yəni başım çıxmır. Çox adam Windows 10-dan Windows 11-ə update eləmir. Niyə ki, hardware-ə məsələn o icazə vermir. TPM deyə bir şey yadıma gəlir ki, o cür bir təzə requirement var idi Windowsda. Yəni qoymur Windows 11 qoşasınız. Ona görə məsələn çox adam həm məcburdur qalsın Windows 10-da, həm bəziləri ki, eləyə bilirlər Windows 11-ə keçərlər, sən söylərlər ki, qalsın Windows 10-da. Çünki Windows 11-i söymürlər. Əgər siz də bu modelsiniz və Windowsdan biraz ona xoşunuz gəlmir, ya Windowsdan qəşəng bir şey axtarırsınız, qəşəng bir OS axtarırsınız, çox qəşəng bir OS axtarırsınız, demək olar, Linux'u imtahan edə bilərsiniz. İndi ki, mən sizinlə danışıram, Linux dünyada çox demək olar, market share-i yoxdur. Yəni %70-i hamı Windows işlədir. Sonra bir nə bilim, əlbəttə bu %70 biraz mütməyinnəm. Bəli, ondan sonra bilməm necədir. Bəli, ondan sonra da macOS-dir. Və ondan sonra ayrı OS-lər ki, Linux olan arasındadır. Bilmirəm, şayad %2-3 ya 4 Linux işlədən vardı. Ona görə çox adam işlətmir. Bəli, bu mənaya gəlmir ki, pisdir. Bu mənaya ki, qəşəngdir və feilən çox adam bəzi dəlillərə görə ki, bəzən də məntiqidir, işlətmirlər. Bu epizod buraya qədər. Sən elədim, əlimdən gəldiyi qədər bunları tozif edirəm və öz təcrübəmdən. Əgər bir sualınız olsa, elə bilərsiniz məndən də soruşarsınız. Bəli, ondan qəşəng elə bilərsiniz bir AI-dan soruşarsınız. Və çünki AI məndən qəşəngtər elə biləcək tozif edir. Bu Linux-a mövcud. Məsələn, istəyirsiniz bilməm, Linux Mint-i qoşarsınız, elə bilərsiniz AI-dan soruşarsınız. Məsələn, mən istəyirəm Linux Mint-i qoşam, necə qoşum? Ya qoşa bir müşkülə rast gəlsiniz, AI-dan soruşa bilərsiniz, AI kömək edə bilər. Hər AI fərqi yoxdur indi. O qədər hamısı qabağa gəlib ki, bir məmuli insandan çox kömək eləyirlər. Və şayad da ki, deyirəm, məsələn, documentation oxumaq sizə çətin gəlsin. Ona görə AI-dan sualı soruşsun, sizin sualınıza mütənasib cavab versin və eləyə bilərsiniz, gedəsiniz qabağa. Bu epizodda buraya qədər.